Spirometr cihazıdır. Ağciyərin vəziyyətini təyin etmək üçün istifadə olunur. Yəni bu hissədən nəfəs alıb veririk və cihaz ağciyərin vəziyyətini analiz eləyir. Bu cihaz üzrə çətin bir qoşulma yoxdur. Sadəcə USB kabellə sağ tərəfində aparatın yeri var. Həmin hissədən qoşulmanı yerinə yetiririk və sadəcə aparatın arxa hissəsində power kabelini taxmaqla yandıra bilirik. Bu aparat həmçinin power kabelsiz də işləyə bilir. Özünün bateriyası var. İçərisində pasiyent əlavə eləmək mümkün olur. Yeni pasiyent, köhnə pasiyentlərin datasına baxmaq mümkün olur. Həmçinin nəfəs alıb verilən zaman olan ehtiyac olunan parametrləri indi həkimlər daha yaxşı biləcək onu. Təbii ki, siz texniklərə aid deyil. Printi bastığımız təqdirdə məlumatları çölə bilə bilir.